Salam, mən indi umaclı kətə hazırlayacağım. Bunun üçün 6 stəkan ələnmiş unun üzərinə 300 qram yağ əlavə edib, onu umac halına gətirənə qədər qarışdıracağım. Artıq yağla unu qarışdırıb, umac halına saldım və üzərinə stəkan yarım şəkər tozu əlavə edib, yenə qarışdırdım. 2 yumurtanı da əlavə etdim. Vanil yadımdan çıxdığı üçün vanili daha sonradan əlavə edib unla qarışdırdım. Üzərinə stəkan yarım qatıq əlavə etdim və 1 çay qaşığı sodanın üzərinə 1 çay qaşığı sirkə əlavə edib, yaxşıca qarışdırdıqdan sonra bayaqki qarışımın üzərinə əlavə edirəm. Xəmir yumşaq hala gələnə qədər xəmiri yoğururam. Xəmiri artıq yoğurdum. Xəmir çox yumşaq bir vəziyyətə gəldi. Baxın necə gözəl, yumşaq bir xəmir alındı. Bu xəmiri 1 saat soyuducuda gözlətməliyik ki, şəkil verdiyimiz zaman xəmirimiz əyilməsin, istədiyimiz şəkildə xəmiri kəsə bilək. Ona görə 1 saat soyuducuda saxlamaq vacibdir. Xəmirimizi soyuducuya qoyduqdan sonra onun içliyini hazırlayırıq. 2 stəkan un, 150 qram yağ və 1 çay qaşığı sarı kök. Bu qoz isə onun içliyi üçün istifadə edəcəm. Artıq içliyimiz də hazırdır. 1 saat tamam oldu və biz artıq şirniyyatımızı bişirməyə keçək. Bu xəmiri 4 eyni boyda hissəyə ayırırıq. Ayırdığımız hissələri kündə halına gətirib şəkilləndirməyə başlayıq. Dadı çox gözəldir və əladır.